Bu gün dostum ilə 3 manat ilə dükandan nə almaq olar onu yoxlayacağız. Görək nə ala biləcəyiz dostlar. Və dostlar gördünüz də bunları aldıq. Sadəcə bunların hamısı 3 manata tutdu. Və indi sizə hamısını neçəyə aldığımızı bir-bir deyək. Və dostlar qiymətləndirməyə başlayaq. Bu gördüyünüz də potkorumdur. Bunu 30 qəpiyə almışıq. Bu bir qırağa getdi. Tuzlu da uşaqlar. Hə. Bu 30 qəpiklik olan Fanat sifariş. Fanat sifariydi gördüyünüz də. Bu da elə 30 qəpik. Bundan ikisi elə də 60 qəpik. Bu Dendronun İngilizcə yazılıb kökəsidir. Bananlı. Amma o da dadlıdır. Hə. Çox zor. Bananlı kökəsidir də emin. Çox Bu zor. da elə 30 qəpik. Bu da 20 qəpiklik sifariydi dostlar gördüyünüz üzrə. O ayrıdır, fanat ayrıdır, bu Hə, ayrıdır bu da uşaqlar. çit rezdir nədirsə də. Və gördüyünüz də bu 4 dənə şeyin hamısı 1.20. yox 1.10 olsa elədir. Ha, ha. 1.10 elədir. Dostlar bu da stinkdir, o bildiğimiz sifariyə başlayır. Sifarişli cipsdir nədirmi? Bu da 2 dənə lil almışıq. Lili yox, çöpü sox. Çöpü sox ama adı Lili da. Adı Lili. Lili. Hə, Lilin böyük formasıdır. Ay bu qədər. Bizim balaca forma. Bu da hamımızın yediği uşaqlığımızda çöpdür. Onu bilir də Hə, bunu yeməyən yoxdur. Bunu yeməyən yoxdur da, onu yeməyən. Bu da dostlar o reklamlarda görsədirlər, belə cipsi bəlkə bilərsiniz. Ondandır. Onun balaca sancı Yəni Emin, bunların hamısı 3 manat elədir. adilədir, 3 manat elədir. Və dostlar, bunların hamısı sadəcə 3 manat manat. elədir. Elədir. Belə videoların davamı üçün kanala abunə ol və like atmağı unutmayın.